Fotosintezlə bağlı başqa bir məsələyə baxaq. Bitkinin fotosintez prosesi zamanı 10 saat müddətində əmələ gətirdiyi üzüm maddənin malik olduğu enerji 12672 kilojoldur. Bu bitkinin fotosintez edici yarpaq sahəsini kvadrat metrlə tapın. Biz də bilirik ki, fotosintezin belə bir düsturu var. M yarpaq sahəsində əmələ gələn maddənin miqdarını qramla bildirir. S yarpaq səthinin sahəsini bildirir. T isə zamanı bildirir. Zamanı bilirəm. Məsələnin şərtində mənə 10 saat verir. Yarpaq səthinin sahəsini, S-i tapmağımı istəyir. M haqqında ipucu verir. Mən bilirəm ki, 1 qram karbohidratda 17,6 kilojol enerji var. Bəs onda 12672 kilojol enerji neçə qram karbohidratda var? Buradan 12672-ni 17,6-ya bölərəm. Cavabı taparam. 720 qram karbohidratda var. M-i də bildiyimə görə yarpaq səthinin sahəsini artıq tapa bilərəm. Düsturumuz necə idi? M bərabərdir S vurulsun T. S-i soruşur məndən. S-i necə taparam? M-i bölərəm T-yə və M-i bildim 720. Zamanı da mənə verib 10 saat. Bölərəm, cavabı taparam. 72 kvadrat metr yarpaq sahəsi.